Salam əziz dostlar, mən Azər Quliyev. Bugünkü videom Türkiyədə qiyabi şəkildə dövlət idarəçiliyi ixtisası üzrə ali təhsil almaq istəyənlər üçündür. Siz heç bir imtahan vermədən sadəcə 11-ci sinif atestatınız və ya kollec diplomunuz ilə Türkiyədə qiyabi şəkildə dövlət idarəçiliyi ixtisası üzrə ali təhsil ala bilərsiniz. Yəni deyirəm, heç bir imtahana ehtiyac yoxdur. Sadəcə atestat, 11 sinif atestatınız və kollec diplomunuz yetərlidir ki, və ya kollec diplomunuz yetərlidir ki, siz Türkiyədə qiyabi ali təhsil ala bilərsiniz. Bəs dövlət idarəçiliyi ixtisasını bitirən məzunlar hansı sahədə iş tapa bilərlər? Sualına cavabım isə dövlətə aid bütün qurumlarda rahat şəkildə iş tapma imkanınız vardır. Onu da qeyd edim ki, imtahan vaxtları Türkiyəyə getməyə ehtiyac yoxdur. Azərbaycanda, Bakı şəhərində imtahanlarınızı verə bilirsiniz. Əgər siz Türkiyədə dövlət idarəçiliyi ixtisasını qiyabi şəkildə oxumaq istəyirsinizsə, ekranda qeyd elədiyim nömrə ilə mütləq əlaqə saxlayın.